Bu dərsdə biz tabulyasiyadan söhbət açacağıq və klaviaturada olan tab düyməsindən danışacağıq. Bu komandanı istifadə eləmək üçün Главное yaxud Home tabına keçib abzas bölməsindən bu düyməni basmaq lazımdır. Yəni abzasın parametrləri. Artıq bu pəncərə sizə tanışdır. Biz bunu bir neçə dəfə istifadə eləmişdik. Abzası keçəndə. Amma buradan bir dənə də düymə var. Görürsünüz, tabulyasiya düyməsi. Bura basanda növbəti bir pəncərə açılır. Tabulyasiya pəncərəsi. Və burada görürsünüz ki, susmaya görə tabulyasiyaya kursoru 1,25 santı qabağa apar. Yəni burada kursor durursa, buradan tabulyasiya işarəsini basanda 1,25 santı kursor sağa hərəkət eləyir. Amma bu susmaya görədir. İstəsəz ya bu uçbucaqlardan yəni artırıb azalda bilərsiniz, ya da burada kursoru basıb özünüz istənilən ədəd yığa bilərsiniz. Tab düyməsini başa salmaq üçün mən balaca bir mətn hazırlamışam. İndi onu mübadilə buferindən mətnə yapışdıraq. Yəni qəbul edək. Və belə bir mətindir. Xarici dillər kursu, İngilis dili, Alman dili, Fransız dili, yeni başlayanlar üçün, təcrübəli istifadəçilər üçün və xüsusi. Xüsusi nə nəzərdə tutulur? Ola bilsin, siz İngilis dilini ya Alman dilini yaxşı bilirsinizsə, amma hansısa bir sahədə işləyəcəksinizsə, tibbdə, yaxud aviasiyada, yaxud iqtisadiyyatda, yaxud hansısa başqa sahədə və o sahəyə aid olan terminləri öyrənmək üçün kurslara yazılırsınız. Burada da qiymətlərdir. Düzdür, bütün rəqəmlər başımdan götürmüşəm, yəni elə belə yazmışam. Sadəcə olaraq tab düyməsini başa salmaq üçün. İndi başlayaq. Tutalım ki, bu başlıqdır. Bunu qaraldırıq və deyək ki, qırmızı rəng eləyirik. Yağlı və deyək ki, şriftini eləyirik 14. Bax, indi bunu, bu ifadəni, bu başlığı ortaya yerləşdirmək üçün iki üsul var. Ya buradan bu düyməni basırıq, yəni mərkəzdə yerləşsin, belə, yaxud da ləğv eləyək komandasını bir neçə dəfə tab düyməsini basırıq. 1, 2, 3. Bu rahatdır təbii ki. Bir dəfə bunu basırsınız, burada isə 3 dəfə tab düyməsini basırsınız. Amma başlıqla işimiz yoxdur. Əsas bu hissədir. Burada tab düyməsini istifadə edəcəyik. İndi bu hissəni, bütün bu hissələri elə bil ki, sağa çəkməliyik. Kursoru qoyuruq bura, basırıq tab, deyək ki, bir də tab. 3 dəfə tab bastıq, gəldi bura. İngilis dili, Alman dili, Fransız dili qalır öz yerində. İndi bu rəqəmləri də, yəni elə bil ki, kursların qiymətlərini çəkirik sağa. Yenə də tab düyməsini istifadə edirik. Belə. İndi keçirik aşağı. Belə. Keçirik bir də aşağı və 2 dəfə tab düyməsini basırıq. İndi bu ədədlər başlığın altındadır. İndi bunları da çəkmək lazımdır sağa. Burada da biraz çəkək tab düyməsi ilə. İndi bu ədədləri çəkirik. Belə.
İndi bu başlığı çəkirik. Deyək ki, belə. Belə, təxminən belə. Burada istəsəz bir dənə də tab basıb çəkmək olar. Belə. Belə. İndi fikir verirsiniz. Tutalım ki, bunu da qaralda ilə qırmızı, yağlı, şriftini 14 və bunu da çəkik ortaya. Yaxud birinci kimi eləyək, tabulyasiya ilə. 1, 2, 3. Sizin fikrinizcə hansı variant daha cəlb edicidir və istifadəçi baxıb o saat məlumatı götürə bilər. Mən biləm birinci variant, yəni bu variant daha cəlb edici, daha belə deyək, qəşəngdir və məlumatı götürmək üçün, tez götürmək üçün daha cəlb edicidir. İndi bir nüansı deyim bugünkü dərsdə tabulyasiya növbəti xassələrini gələn dərslərdə nəzərdən keçirdəcəyik. Mən dedim ki, tabulyasiyaya girmək üçün, pəncərəsinə girmək üçün abzas bölməsindən bu işarəni basırıq. Sonra isə açılan pəncərədə bu işarəni basırıq və bu pəncərə açılır. Burada cürbəcür komandaları var, onları gələn dərsdə keçəcəyim sizə. Bundan əlavə, əgər həmin pəncərəni tez açmaq istəyirsə, onda görürsünüz bu markerləri. Keçən dərslərdə sizə keçmişdim. Bu soldakı markerlərdir, bu sağdakı markerdir. İstənilən markerin üstündən basırsınız 2 dəfə, bu pəncərə açılır, tabulyasiya. Fikir verirsiniz. Yalnız markerlərin üstündən, əgər xəttkeşin üstündə basacaqsınızsa, başqa pəncərə açılacaq. Görürsünüz, bu başqa pəncərə açılır. Yaxud burada bassaz, görürsünüz, başqa pəncərə açılır. Ya markerin üstündən basırsınız, ya da abzasdan bu düyməsini basırsınız. Hər iki halda bu pəncərə açılır və tabulyasiya pəncərəsinə daxil olursunuz. Bugünə bu qədər. Təşəkkürlər.